Salam, hər vaxtınız xeyirli olsun dəyərli izləyicilər. Biz bugün iki qat bərabərsizliklərin həlli mövzusuna baxacağıq. Keçən dərsimizdə səhifə 180-i izah eləmişdik. Bu dərsdə isə misal nömrə 8-dən səhifə 181-i işləyəcəyik. Mövzuya keçməzdən əvvəl belə məlumatı xatırlatmaq istəyirdim ki, bu kanalda siniflər üzrə həm mövzu izahları, həm də orta məktəb dərslərindəki sualların izahları paylaşılır. Əgər sizlər də bunlardan xəbərdar olmaq istəyirsinizsə, kanala abunə olmağı unutmayın. İndi keçəyim sualların izahlarına. 8-ci sualda bizə deyir ki, Fərman bank hesabına 100 manatı var deyir və bank ayda bu hesaba 1,5 manat gəlir əlavə edir. Gülnazın hesabında 105 manat var və bu bank hesabı ayda 1,2 manat əlavə edir. Neçə aydan sonradır ki, Fərmanın bankdakı pulu Gülnazın bankdakı pulundan çox olar. Təbii ki, biz 100 manatı var, üzərinə gəlməliyik. 1,5 vurulsun x. X burada günlərin sayı. Bu böyük olmalıdır. Günlər yəni 105 üstə gəlinsin. 1,2 vurulsun x-dan. İndi biz bunları x-ları bir tərəfə yığsaq. 1,2 x çıxılsın. 1,2 x bərabərdir. Böyükdür daha doğrusu. Çıxılsın 105 çıxılsın. 100-dən buraya elədir. 0,3 vurulsun. X da böyükdür 5-dən. X da böyükdür. Burada bunu bölsə 50 bölünsün 3 olacaq. Bu da təxminən x da böyükdür. 16,3/1 yəni maksimum x bərabər nə olacaq? 17 gündən sonra artıq Fərmanın pulu daha çox olacaq. Keçən 9-cu suala bərabərsizləri həll et deyir. Artıq biz belə bərabərsizləri həll edə bilirik də. Məsələn 2 qat bərabərsiz bizə verilibsə, burada hər tərəfindən -3 çıxaram. Burada -3, burada da -3 çıxdığım zaman bura -5 kiçikdir. X o da kiçikdir 6 şəklini alacaq. Deməli -5 və 6 arasında yerləşməlidir. B variantında isə gəlin biz bunu belə yazalım. Kiçikdir -3-dən yazıram. Buradan da x da kiçikdir -3 də gəlsin 1-ə. X da kiçikdir bərabərdir 2-dən şərti olacaq. Burada 2 dənə bərabərsi verib bizə. Biri bu oldu. Biri də x minus 5 böyükdür 2-dən yazıb. Buradan da x da böyükdür 7-dən. Yəni 7-dən böyük olmalıdır, 2-dən də kiçik. Yəni bu şəkildə 7-dən böyük, 2-dən isə kiçik olmalıdır. -2 vurulsun x böyükdür -8-ə. X da kiçikdir olacaq. -8 bölünsün -2-yə. X da kiçikdir 4-dən. Buradan x üstə gəlsin 7 böyükdür bərabər 6. Buradan da x da böyükdür bərabərdir. -1 şərtini ödəyəcək. -1-dən böyük 4-dən də kiçikdir. Onda bu -1-dən böyük olmalıdır. 4-dən də kiçik olmalıdır. Bu şəkildə baxmamız lazım. Gəldik D variantına. D variantında da m üstə gəlsin 2 kiçikdir -1. Buradan da m kiçikdir. -1 çıxılsın 2 olacaq. M kiçikdir -3-ə. Buradan da m çıxılsın 2 böyükdür 6-dan. M böyükdür 6 üstə gəlsin 2-dən. M də böyükdür 8-dən. Yəni bu şəkildə baxmamız lazım. Y variantında R üstə gəlsin 2 kiçikdir -2-dən. Buradan da R kiçikdir -2 çıxılsın 2-dən. R də kiçikdir. -4 şəklini alacaq. Və burada da bir də R üstə gəlinsin 4 kiçikdir 5-dən. Buradan da R də kiçikdir 5 çıxılsın 4-dən. R də kiçikdir 1 şərtini alacaq. Həm 4-dən kiçikdir, -4-dən, həm də 1-dən bu şəkildə baxmamız lazım. F variantında Y üstə gəlsin 9 kiçikdir 5-dən. Burada da Y kiçikdir -4 olacaq. Y-4 böyükdür 2-dən. Y da böyükdür 6-dan. -4-dən kiçik olmalıdır. 6-dan da böyük şərtini ödəməlidir. Gəldik sonra 10-cu suala. ABCD dörtbucaqlısında verilən tərəflərə görə AC deyilən uzunluğu hansı qiymətlər ala bilər? Biz təbii ki, burada üçbucaq bərabərlisinə baxmalıyıq. Baxın, bu üçbucaq bərabər, bura x desə, bu x 4 ilə 2-nin cəmindən kiçik olmalıdır. 4 çıxılsın 2-dən böyük olmalıdır. Yəni, burada x 6 ilə 2 arasında yerləşməlidir. Buradan da həmçinin bu x da 8 üstə gəl 5 ilə 8 çıxılsın 5 şərtini ödəməlidir. Burada 3 kiçikdir x, o da kiçikdir 13 olacaq. Yəni bir sözlə 2 və 6, 3 və 13 arasında.
Biz elə eləməliyik ki, hər ikisini ortaq olsun. Mən bunu ədəd oxunda göstərsəm, ədəd oxunda baxın. Deyək ki, bura 2-dir, bura 6-dır. 2-dən 6-ya kimi. Bu belə. Digəri isə, bunu başqa rənglə göstərək. Bura olsun 3, burada olsun məsələn 13. 3-dən də 13-ə kimi. Təbii ki, biz burada nəyə götürməliyik? Kəskin hissəni götürməmiz lazım. Kəskin hissə də 3-dən düz 6-ya kimi. Deməli 3-6 aralığında 4 və 5 ola bilər. Bizə də deyir ki, hansı tam qiymətləri ala bilər? Təbii ki, 4 və 5 olacaq cavabımız. 11-ci sualda burada 2 qat bərabərsizliyi həll edilmə olan həlləri olan 3 ədəd göstərin deyir. Təbii ki, biz indi burada bölməcə hər tərəfini birinci 2-yə vurarıq. Elə deyilmi? 2-yə vursaq, nə olacaq burada? 7x üstəgəlsin 6 kiçikdir, böyükdür olacaq. Mənfi 15-dən, kiçikdir 41-dən. Burada hər tərəfindən 6 çıxsaq, 6. Bura elədi mənfi 21, kiçikdir bərabər 7x-dan. O da kiçikdir bərabər 35-dən. Sonra hər tərəfini nə etməliyik? 7-yə bölməliyik. Bölsək, bura mənfi 3x kiçikdir x, o da kiçikdir 5 şərtini alacaq. Bu da bizim misalımız oldu. Gəldi məsələn burada da eyni qaydadan istifadə etsək, hər tərəfini birinci 7-yə vuracaq. Təbii ki, nə oldu burada? 3x üstəgəlsin 1 kiçikdir bərabər 0-dan, o da kiçikdir bərabərdir mənfi 4-dən. Sonra hər tərəfindən 1 çıxacaq, 1. Bura mənfi 5 kiçikdir bərabər 3x, o da kiçikdir bərabərdir mənfi 1-dən. Sonra biz hər tərəfini bölməliyik 3-ə böldüyümüz zaman 7-yə vuranda mən səhv elədim burada. Üzrü sayın 7-yə vuranda bu 7-dir, 14 olmalıydı burada. 14-dən də 1 çıxanda mənfi 13 kiçikdir bərabər 3x, o da kiçikdir bərabər mənfi 1. Hər tərəfini 3-ə bölsək, nə olacaq? Burada elədi 3-də 13 kiçikdir bərabərdir x, o da kiçikdir bərabər mənfi 3-də 1 şərtini alacaq. C və D variantında isə, baxın, burada işarələr əksinə dəyişər. Çünki mənfi x olduğuna görə, indi onu özü də görəcəksiniz. Hər tərəfini 3-ə vururam burada. Buranın 3 oldu buradan. 3 minus x bu şəkildə oldu. Və mən buradan, məsələn, hər tərəfdən 3 çıxsam, baxın, buradan da 3 çıxıram, buradan da 3, buradan da 3, burada mənfi 6, kiçikdir və mənfi x, görürsünüz, mənfi x, o da kiçikdir 12. Hər tərəfini mənfi 1-ə bölməliyim, onda belə olur, baxın, 6 böyükdür x, bu da böyükdür mənfi 12. İşarələr əksinə dəyişir və yaxud da siz bunu belə də yaza bilərsiniz. Təbii ki, mənfi 12-ni burada, altında burada da yazmaq olar. C variantına baxsaq, C variantında da biz təbii ki, hər tərəfini yenə də 2-yə vurmalıyıq. Buranı getdi, burada qaldı nə? 1 çıxılsın 3x, kiçikdir bərabərdir 5 olacaq. Bu da bərabərdir mənfi 7 şəklini alacaq. Mənfi 7. İndi biz nə etməliyik? Hər tərəfindən 1 çıxmalıyıq. Çıxdıq bu 1-i, bunlar getdi. Bura mənfi 3x, bura 4, elə deyilmi? Burada mənfi 8 olacaq. Burada da mənfi 3 var. Hər tərəfini mənfi 3-ə bölsək olacaq 8 böl 3. Hər tərəfini mənfi 3-ə bölsəm belə. Bura x, burada belə olacaq. Belə olacaq 4 bölünsün mənfi 3-ə və yaxud da bunların yerlərini dəyişə bilərik. Mənfi 3-də 4 bu şəkildə də yazmaq olar. Gəldik 12-ci suala. 11-ci sualda tam belə görsədim. Bax, bu şəkildə olmalıdır. 12-ci sualda deyir ki, Məhəmməd 2 testdən yığdığı orta balın ən azı 93 olmasını arzular. O, birinci imtahanı 90 yığıbdır. 100 balın nəzərə alsa, o ikinci imtahanı nə almalı? 90 üstəgəlsin hər hansı x bölünsün 2. Maksimum nə deyir? Ən azı 93 almalı. Böyükdür bərabər 93-dən. Çarpaz vursa, hər tərəfini 2-yə vursaq 93-dən. Nə olur? 90 üstəgəlsin x böyükdür bərabərdir 186-ya. Buradan da x da böyükdür bərabərdir 96. Yəni maksimum 96 bal yığmalıdır ki, məqsədinə çatsın. Bu şəkildə. Sonra gəldi 13-cü sualda nə deyir bizə? Aslan 2 testdən 81 və 90 bal toplamışdı. Onun orta balının 85 və 90 arasında 85 ilə 95 arasında olmasını istəyir.
Hansı ki 3-cü imtahanı ikisi 81 üstə gəlinsin 90 üstə gəl x bölü 3. Hər tərəfini 3-ə vururam. Vurduq 3-ə. Bunlar getdi. Bunları toplayacaq 171 üstə gəl x kiçikdir. Bura 5 285. Bura 5 255. Hər tərəfindən 100 çıxır? 117 çıxır. Buradan da 117 çıxır. 171 çıxacağım daha doğrusu. 117 nə idi? 171. Buradan da 171 çıxacağım. Bura 4 8 84. Bura x. Buradan da bura 0. Bura 1 2 və 1 110. Bu 110 və maksimumda 100 olmalıdır deyir. Biz nəsə 110 və 84 deyir ki, bal hesablama imkanı verən bərabəsi yazın və həll edin. Maksimum 100 ola bilər. Nəsə mən biraz çox tapdıq, amma baxaq görək, nə hesab vermədik ki burada. Deyək 100-dən, yəni maksimum 84-dən böyük olmalı, 84-dən çox olmalıdır ki, bu bal bu şəkildə olsun. Gəldik sonra 14-cü suala. 14-cü sualda isə itlərin iyi bilmə qabiliyyəti insanların iyi bilmə qabiliyyətindən 100 dəfə güclüdür. Lakin görmə qabiliyyəti insanın müqayisədə çox aşağıdır. İtin və insanın eşitmə qabiliyyətləri haqqında cədvəl məlumat vermiş. Səs dalğalarının onun tezliyi ilə qiymətləndiyi tezliyin vahidi hertzdir deyir. Bəli, itin və insanın eşitmə tezliyi intervalını ifadə edən 2 qat bərabərsiz yazın deyir. Ortaqlara baxmalıyıq da. Biri 20 ilə 20.000 arasında eşidir. Digər isə 15 ilə 5000 arasında. Bunların ortaq yeri hara olacaq? X 20 ilə 20 Hz ilə. Elə 2000 arası olacaq. Baxın. Baxın görün düz deyirəmmi? Aralığa baxsaq, bəli. Yəni ortaq baxın 2 qat bərabərsi belə. Hansı intervalda həm itlər, həm də insan eşitmə tezliyi üstə düşür? Təbii ki, baxın bu aralıq. Belə eləyəndə bunu, baxın, mən bunu interval kimi bax göstərsəm. Bax, insanınkini göstərirəm. Bura 20-dir, fərz eləyin. Burada 20.000'dir. Bu hissədir, elə deyilmi? İtlərin isə, bura 15'dir. Bura 15'dən gəlir hara kimi? 50.000'ə qədər. Oldu 50.000'ə. Məsələn, bura. Bu da olsun itlərinki. İndi bizə deyir ki, məsələn, hansı interval həm itin, həm də deyirsə, baxın, ortaq kəskin hissə olmalıdır. İstəsən elə intervalını yazın ki, bu interval it eşitsin, insan eşitməsin. İtin eşidib, insan eşitmədiyi tezlik buradır. Baxın, uşaqlar, bu hissə bir buradır. Mən bunu necə yaza bilərəm? Deyərəm ki, interval kimi yazsaq, 15'dən 20'yə və bir də 20.000'dən hara kimi? 5000'ə qədər, 50.000'ə qədər. Və bu oldu bizdə. Sonradakı səs tezliyini elə interval yazın ki, intervalda it eşitsin, insan eşitmir. Onu yazdıq mı? Bəli, yazdıq. İnsan sadəcə 20 ilə 20.000 arasında eşitir. Bu şəkildə olmalıdır. Mövzumuz bu qədər. Ümid edirəm ki, video sizin üçün faydalı olar. Videonu bəyənib kanala abunə olmayı unutmayın. Sağ olun.